Deməli, burada prosesor süni intellekti dəstəkləyən Intel Core Ultra 9'dur. Ultra 9 24 nüvə 24 axım 5,4 GHz tezliyi ilə. Hələ bunu bağlayaq. Bunu da qoyaq buraya. Crosshair 18. Okay, let's go. K ekran genişliği 240 Hz'deki tezliğiyle oyuncuların arzusudur. Bip, bip, bip. Daha çıkartmadım. 32 GB operativ yaddaşı var bu verişinin. 1 TB M2 sürətli SSD-si. Çəkisi çox ağırdır, onu deyə bilərəm. Çünki 18 düyümdür. Həm də ki, soyutma sisteminin güclü olmasından xəbər verir. RTX 5070 video kartına. RTX 5070 8 GB-lıq video karta. Crosshair 18. Qiyməti də parametrlərinə görə düşünürəm ki, əladır. 3699 manat.